dəyərli izləyicilərim, sizlər üçün Binəqədidə 100 nömrəli marşruta yaxın belə bir ərazidə belə bir həyət evi çəkilişin aparışı təqdim edəcəm. Belə bir həyəti var. Bir dənə cəmiyyətimizin həyəti tam götürülüb, amma həyət maşın girə bilər istəsə darvaza qoyulsa, amma həyətdə olan beşdən hamısı götürüləcək. İki otaqdır, təmiri zəifdir, yəni biraz təmirə ehtiyacı olan bir evdir. Və belə bir qonaq otağıdır. Və burada bir yataq otağı var, amma yataq otağının polu da çox zəifdir. Onu da demək verim ki, yəni sökülüb təzədən yığılsa daha yaxşı olar. Və burada bir sanitar qovşağı var və kuxnası. Yəni bu ikisi bir yerdədir. Bax belə bir həyət evidir. Həyəti də var. Səhəti bələdiyyədir, qaz, su, işıq hamısı var. Dediyim kimi təmirə ehtiyacı var. Yəni qiyməti ucuz verir, 28 minədir. Yəni gəlib yerində də razılaşa bilərsiniz. Bütün kommunalları da var. Ona görə də yəni biraz əl gəzdirib yaşaya bilərsiniz. Bu qədər Allah xeyirsin qismət eləsin kim alsa.